Əziz şirlər və xüsusən yüksələn burcu şir olanlar, gəlin görək 2026-cı ildə sizi nələr gözləyir, əziz şir burçları. Əziz şirlər, 2026 sizin üçün çox vacib bir dönəmdir. Çox vacib dönəmdir. Həddindən artıq çox vacib dönəmdir. Xüsusən də yüksələn burcu şir olanlar, mütləq yüksələn burcunuza qulaq asın, vacibdir. Ən çox proqnozlar yüksələn burcularda dəqiq olur. Şirlər, birincisi öz burcunuzda tutulma olur. İkincisi, birinci evinizə Yupiter keçir. Yəni çox güclü bir dönəmə girirsiniz, çox vacib bir dönəmə girirsiniz. Və sizin öz burcunuzda baş verəcək tutulma sizin xarici görünüş və evlilik olaraq böyük dəyişim gətirə bilər. Bir çox şir 2025-in sonuna doğru ya da 2026 ya da 2027-ci ildə ailə quracaq. Ya da ki, evliliyə əgər xeyirli, gözəl bir evlilik deyilsə, boşana bilər. Həyatına ciddi münasibət girə bilər, xarici görünüşcə ciddi bir dəyişiklik yaşaya bilər və yəni özünüz, görünüşünüz, həyata baxışınız, düşüncə tərziniz və bununla yanaşı da sizin belə deyək, münasibətləriniz, evliliyiniz ya da ciddi münasibətlər ya da ortaqlıq işlər kimi mövzular gündəmə gələ bilər və bu mövzularda çox böyük köklü dərin dəyişimlər və transformasiyalar təcrübə edə bilərsiniz. Bununla yanaşı əziz şir burçları həm də xəritənizdə belə deyək 2-8 tutulmalarda davam edir. Bir çox yüksələn xüsusən də şirlərin və şir burçlarının maddi mövzularına bağlı dəyişim küləkləri başlamışdı 2024-ün sonu 25 kimi. Bəzi şirlər maddi olaraq dəyişdilər, daha çox pul qazandılar, daha az pul qazandılar, yüksəldilər, endilər, nəsə bir şeylər oldu. Bəzilərinin həyatlarında həyat yoldaşları ilə bağlı, bəzilərinin həyat yoldaşlarının maddi qazancı ilə bağlı dəyişimlər yaşadılar və bu əgər sizdə tam olmayıbsa da hələ ola bilər 2026-cı ildə pul maddiyyatınızla bağlı, özünüzə verdiyiniz dəyərlə bağlı və bununla yanaşı da həyat yoldaşının maddi qazancı, borc, kredit, ortaqlıq işlərdən gələn qazanc kimi mövzular gündəmə gələ bilər, ruhsallıq, spiritualizm kimi mövzular gündəmə gələ bilər və bu mövzularda böyük transformasiyalar yaşaya bilərsiniz. Xüsusən evdə olan şirlər həyat yoldaşınızın qazancında bir dönəmdə çətinlik, zorluq var idisə, fevralın 14-dən etibarən yavaş-yavaş bu enerji azalacaq və daha rahat bir dönəmə girəcəksiniz. Lakin Saturn 9-cu evinizə keçəcək. Din, mənəviyyat, ruhsallıq, təhsil ya da səyahətlə bağlı biraz sınana bilər. Bir neçə il, yəni 3 il zorluqlar, sınaqlar ya da dərs öyrənmələr yaşaya bilərsiniz. Bununla yanaşı Yupiter ən böyük şans planeti sizin 12-ci evinizdən 1-ci evinizə keçəcək. 2026-cı ilin ilk yarısında Yupiter sizin 12-ci evinizdə olacaq. Ruhsal olaraq daha çox qoruna bilər, mənəvi olaraq dəstəklənə bilər və daha şanslı bir dönəmdə ola bilərsiniz. Sonra da Yupiter 1-ci evinizə keçir. Ruhani qoruma yenə də davam edəcək, amma bu dəfə bolluq, bərəkət, şans, uğur, maddi rifah, gözəllik, böyümə, genişlənmə, xoşbəxtlik də arta bilər. Biraz çəki cəhətdən ehtiyatlı olmalısınız. Birinci evinizə keçəcək olan Yupiter fevralın 14-dən sonra biraz daha çəkinizə ehtiyatla yanaşmalı olduğunuzu sizə xatırladacaq. Bununla yanaşı, yəni fevralın 14-dən etibarən iyunun 30-undan etibarən çəki barədə biraz daha ehtiyatlı olmağınızda fayda var. Lakin əziz şirlər, yəni möhtəşəm bir dönəmə girirsiniz. Siz 2026-cı ilin parlayan ulduzlarındansınız. Zaten günəş ilidir 2026 və siz günəş tərəfindən idarə olunursunuz. Dəhşətli dərəcədə şanslı bir dönəmə girirsiniz. Amma tutulmalar da, sizin burcunuzda tutulma da baş verir deyə həm də biraz çətin, sərt, dəyişdirici də ola bilər. Amma bununla yanaşı da ən böyük şans planeti də sizin burcunuzda olacaq. Ona görə də həm pozitivi ilə, həm biraz çətinlikləri ilə, amma daha çox şansı ilə, uğuru ilə çox xeyirli, gözəl, düşərli, xüsusən də 2026-nın ikinci 6 ayı çox düşərli enerjilər sizdə bir yerdədir. Təbii ki, bu doğum xəritənizdən asılı olaraq da müəyyən qədər dəyişikliklər göstərə bilər, amma genel olaraq çox şanslı və gözəl, uğurlu enerjilər sizdə var. Əziz şirlər, bundan əlavə 2026-cı ilin bəzi önəmli tarixləri var. Bunları sizlə bölüşmək istəyirəm. Bunlar yanvar ayının 6-sıdır. Sizin üçün olduqca ümumiyyətlə şanslıdır. Manifest etmək üçün gözəl bir dönəmdir. Yanvar ayının 8-i olduqca seksual enerjilərin yüksək olduğu gözəl bir dönəmdir. Yanvar ayı, yəni dediklərim 2-3 gün əvvəl, 2-3 gün sonra da ola bilər, xəbəriniz olsun. Ya da o dönəmdə gündəmə gələ bilər. Ya da ən azından siz o dönəm ritual falan etsəz daha uğurlu ola bilər. Yanvarın 25-dən fevralın əvvəlinə qədər ehtiyatlı olun. Çətin travmatik enerjilər var. Fevral ayına baxanda 17-si tutulmada evlilik, münasibət evinizdə. Fevral ayı çox vacibdir sizin üçün. Həyatınızda dəyişim küləkləri əsə bilər. Bununla yanaşı fevral ayından əlavə mart ayının 3-ü də tutulmadır. Pul,
iş, maddiyyat kimi mövzuları ümumiyyətlə gündəmə gətirən bir tutulmadır. Amma sizin doğum xəritənizdə yenə eyni şəkildə pul mövzularına çox-çox toxunur. Mart ayının 7-si sevgi, eşqlə bağlı manifestləri etkiləmək üçün yaxşı bir dönəmdir. Mart ayının 19-u manifestlər üçün yaxşıdır. Mart ayının 22-si ilin ən ruhani günüdür. Olduqca rituallar üçün, dualar üçün olduqca yaxşı bir dönəmdir. Bundan əlavə olaraq aprel ayının 17-si sizin xaricə getmək, səyahət etmək, gəzmək, ümumiyyətlə aprel ayında gəzmək üçün gözəl bir zamandır ya da təhsillə bağlı mövzulardan yana yaxşıdır. May ayına baxandasa Əqrəb dolunayı baş verəcək. Bu sizin üçün önəmli bir dolunaydır. Sizə çox bərk və çox güclü bir şəkildə təsir edir. Xüsusən də ailə, ev, yuva mövzularını gündəmə gətirə bilər. Mayın 14-ü manifest üçün yaxşı bir tarixdir. İyun ayına baxırıq, 9-u olduqca şanslı və gözəldir. 26-sı o ərəfələrdə kişilər və kişi fiqurlarına bağlı xəyal qırıqlığına biraz meyilli bir dönəmdir. Avqust ayına baxırıq, avqust ayının 27-si manifest üçün yaxşı vaxtdır. Avqustun 28-i rituallar üçün olduqca gözəl, dəstəkləyici və belə deyək də qüvvətli enerjilər var. Sizin üçün çox güclü işləyəcək. O dönəm elədiyiniz ritual dəhşət güclü işləyə bilər. Biraz travmatik enerjilər də amma yüngüldən meyillidir. 2026-nın bəzi dönəmləri, xüsusən də avqust ayı, avqust, oktyabr, bax bu dönəmlərdə. Bundan əlavə olaraq oktyabrın 24-ündə də şanslı enerjilər var. Günəş Venera qovuşur. Sevgi, eşq ya da manifest etmək, dua eləmək üçün yaxşı vaxtdır. Noyabr ayına baxanda noyabrın 4-ü manifest üçün yaxşıdır. Noyabrın 9-u ruhani gücünüz yüksəkdir. Ulu nənə babalarınızın enerjisi sizə doğru axmağa daha meyillidir. Yəni rituallar daha yaxşı işləyə bilər. Dekabrın 11-i manifest üçün çox yaxşıdır. Dekabrın 24-ü də ruhani enerjiniz yüksək, gizli qalmış üstü bağlı mövzuların açılmağa daha meyilli olduğu güclü, dəstəkləyici və iddialı enerjilər özünü göstərəcək. Bundan əlavə olaraq, əziz şir bürcləri, sizə demək istəyirəm ki, indi bir dənə də ilə ümumi baxsam, əziz şirlər, yanvar ayında, yanvarın xüsusən 20-sindən sonra fevralın 20-sinə qədər biraz daha enerjiniz zaman-zaman aşağı ola bilər, amma yenə də yaxşıdır, pis deyil. Yanvar ayında ümumiyyətlə işə, gücə daha çox yönələ bilərsiniz, sağlamlıq mövzuları gündəmdədir və ciddi münasibətlər çox gündəmdə olacaq. Yəni, evlilik, ciddi münasibət, eşq, sevgi kimi mövzu yanvar ayında dəhşət gündəmə gələ bilər. Sevgi temaları ya da ortalıq işlər. Fevral ayda ön plana çıxacağınız güclü iddialı enerjilərdir. Seksual enerjiniz olduqca yüksəkdir. Fevral ayında da bilirsiniz zaten sizin güclü bir tutulmanız olur. Fevral ayında biraz daha duygusal, fevralın 20-sindən sonra daha duygusal, həssas hiss edə bilərsiniz. Güclü, dəstəkləyici, dəyişik, özünə məxsusdur. Mart ayından etibarən əsasən yaxşı dönəminiz martın 20-sindən etibarən başlayır. Enerjiniz daha da güclənəcək, yüksələcək. Martın 2-sindən sonrası çox seksualdır. Borc kreditlə bağlı biraz mübarizəyə meyillidir. Martın zaten 3-ü maddi pul evinizdə tutulma baş verir. Yəni maddi mövzularda transformasiya, dəyişim enerjiləri var. Mart ayının 30-undan sonra ümumiyyətlə siz karyeradan yana çox şanslı bir dönəmə girirsiniz. Bəlkə də vəzifə yüksəlişi və ya uğurlar, nailiyyətlər aprel aylarına doğru özünü göstərə bilər. Aprelin 24-ündən sonra da karyeradan yana şanslı, pullu bir dönəmdir. Aprelin 20-sindən sonra da ön planda karyera mövzularının ön planda olacağı bir dönəmdir. Aprelin 9-undan sonraki dövrdə səyahətlər barədə biraz ehtiyatlı olun. Səyahət eləmək istəyirsinizsə eləyin, amma qəzalara qarşı diqqətli olun. Demirəm nəsə olar, sadəcə siz ehtiyatlı olun. May ayına baxanda əsaslı fokusunuz yenə karyeradır. Karyera, iş, güc, ümidləriniz, arzularınız, sosiallaşma, əylənmə, dostluqlardır. Yaşadığınız yerlə bağlı, evlə bağlı nəsə dəyişiklik istəsəz, aprelin sonu, mayın əvvəli dəstəkləyici enerjilərdir. Bundan əlavə olaraq may ayında mayın 18-dən sonra karyeradan yana biraz mübarizələr, biraz çətinliklər verə bilərsiniz. May ayının 19-undan sonra dualarınız daha tez qəbul ola bilər, amma sevgidən yana əla bir dönəm deyil. Yəni gündəmə gələ bilər, amma əla deyil. İyun ayına baxandasa, iyun ayı ruhani enerjinizin çox yüksəkdir, manifestlərinizin güclü işlədiyi aylardan biridir. İyun ayının 13-dən sonra çox şanslısınız, sevgi artıq daha gözəldir, sevgi enerjiniz yüksəkdir, bolluq, bərəkət sizlə bir yerdədir. Zaten iyun ayının 30-undan da Jupiter də birinci evinizə keçir. Dəhşətli şanslı, o utopik şanslı dönəminiz artıq iyul ayından etibarən yavaş-yavaş başlayır. Bundan əlavə olaraq və bir ildə davam edir. Və bundan əlavə olaraq 28-i, iyun ayının 28-dən sonraki dönəm, bir dönəm dostluqlarınızla bağlı mübarizə verə bilərsiniz. İyunun sonları və iyulun əvvəllərinə doğru iş həyatı ya da sağlamlıq gündəmə gələ bilər. Ehtiyatlı olun
olun qızdırmaya qarşı. İyul ayının 9-undan sonrası da çox bərəkətli, şanslı, gözəldir. Venera 2-ci evinizə keçir, lüksə pula daha çox xərcləyə bilərsiniz. İyul ayının əvvəlləri ya da ortaları daha xəbərçi yuxular görməyə daha meyillisiniz. İyul ayının 22-si isə Günəş 1-ci evinizə keçir, parıldayacaqsınız, işıldayacaqsınız, gözəl şanslı dönəmdə olacaqsınız. İyul ayında sevgi, eşq mövzuları da bol-bol gündəmə gələ bilər. İyul ayının 22-si Günəş 1-ci evinizə keçir, parıldayırsınız, işıldayırsınız, sevgi, eşq, ciddi münasibətlər iyulun sonu avqusta doğru gündəmdədir. Avqust ayında yaxın çevrənizdən yana bol-bol dəstəklənə bilərsiniz. Avqust ayı olduqca hərəkətli olacaq, aktiv bir ay keçəcək sizin üçün. Çox da yerinizdə durmayacaqsınız, xüsusən 9-undan sonraki bir periodda. Buna əlavə olaraq avqust ayında 1-ci evinizdə tutulma baş verir. Özünüzlə bağlı köklü transformasiya küləkləri əsir. Şimal ay düymünüz 7-ci evinizə keçəcək. Avqustdan sonra, avqustun 18-dən sonra əsaslı fokusunuz evlilik, ciddi münasibət kimi mövzular daha da çox gündəmə gələcək. Buna əlavə avqust ayında seksual enerjiniz dəhşət yüksələcək. Sentyabrda da eyni şəkildə çox güclüdür. Avqustun 10-undan sonra gizli düşmənliklərə, problemli insanlara qarşı biraz da ehtiyatlı olmanızda fayda var. Sentyabr ayına baxdığımız zamansa, sentyabr ayında evinizi dizayn eləmək, gözəlləşdirmək ya da ev, ailə, yuva ilə bağlı şanslı enerjilər var. Pul, maddiyyat mövzuları bol-bol gündəmə gəlir. Əsaslı fokusunuz puldur. Sentyabrın 20-sindən sonra biraz qarışıq enerjilər, biraz daha mübarizəli, çətindir, amma idmana və s. daha meyilli olduğunuz bir dönəm olacaq. Oktyabr ayına baxandasa, oktyabr ayında, oktyabrın sonuna doğru karyera mövzuları daha çox bol-bol gündəmə gələ bilər. Karyera həyatınızla bağlı, belə deyək, oktyabrın sonu, noyabrın əvvəli gelişmələr, hərəkətlənmələr baş verə bilər. Noyabr ayına baxdığım zaman isə dostluqlarınız bol-bol gündəmdədir. Noyabrın 25-dən sonra biraz pulla bağlı mübarizələr verə bilərsiniz. Noyabrın ilk hissələrində isə çox olduqca bərəkətlisiniz və şanslısınız puldan yana. Noyabrın 25-dən sonrası biraz puldan yana nisbətən çətin ola bilər, amma əvvəl isə olduqca belə deyək, yaxşı və gözəldir. Dekabr ayına baxırıq. Dekabr ayındasa dekabrın ilk günləri olduqca əyləncəli, şən, maraqlı keçə bilər. Sevgi həyatınız bol-bol gündəmə gələ bilər. Eşq enerjiniz yüksək ola bilər. Dekabrın sonuna doğru yuxularınızdan xəbərlər ala bilərsiniz. 6-cı hissləriniz güclənə bilər və iş həyatınız əsaslı olaraq gündəmdə olacaq. Əziz Şir bürcləri, 2026 sizin üçün çox yaxşı, çox güclü, bəzən biraz sərt, amma çox ulduzunuzun parıldama ehtimalının yüksək olduğu bir ildir. Mütləq yüksələn bürcünüzə qulaq asın. Ən yüksək xeyrinizə xidmət eləsin. Sevgi və işıqla qalın.